gelen gününüz uğurlu olsun. Maşallah maşallah olsun. Şəhidlər Bulağı artıq gündəmdə. Maşallah əskəri xidmətə gedən balalarımızı Şəhidlər Bulağından yola salırlar. Əskərlikdən gələnləri Şəhidlər Bulağında qarşılayırlar. Kəndimizə gələn həm kəndçilərimiz, qonaq demək olar, həm kəndçilərimiz Şəhidlər Bulağında olur. Xatirə şəkilləri, video şəkilləri çəkilirlər. Bugün mənim də əziz qonağım, ürək bir dostum, 35 ildə dostluq etdiyim Mikail qardaş Vərən kəndindən qonaq gəlmişdi. Şəhidlər Bulağını gəzdi, öz ürək sözlərini dedi. Şəhidlər Bulağı yaradılında Mikail qardaş da öz ağacını əkmişdi. Dedi, gəldim ağacımı suvarmağa. Allah razı olsun. Mikail qardaşa da ayaqlarım var olsun deyirik. Kəndimizdə həqiqətən də Şəhidlər Bulağı artıq gündəmdə öz sözünü deyir. Bugün Şəhidlər Bağında uşaqlar parkdan istifadə edirlər, meydançadan istifadə edirlər, besetkadan istifadə edirlər. Bunun özü də böyük bir səbəb işdir. Biz yaşamadığımız günləri istədik uşaqlarımıza yaşadaq, artıq arzumuza çatmışıq. Uşaqlar istirahat edirlər, çalışacaq. Daha da bundan gözəl işlər kəndimizdə və Şəhidlər Bulağında görək inşallah. Həmişə demişik, Şəhidlər Bulağında dəstəyi olan hər bir insana təşəkkür edilir. İldə bir dəfə istənilən insan istədiyi köməyi edə bilər. Biz də amin deyərik. Hərənin adına bir ağac əkək aksiyası həmişə ilin 12 ayı davam edir. İstənilən insan istədiyi ideyanı Şəhidlər Bulağında həyata keçirə bilər. İstər bizim vasitəmizə, istər öz vasitəsilə. Şəhidlər Bulağında dəstək olan insanlara təşəkkür edirik. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Əskəri xidmət edən balalarımıza uzun ömür, can sağlığı, qəhrəmanlarımıza uzun ömür, can sağlığı, hərbi xidmətdə xidmət edən hərbiçilərimizi də salamlayıram. Uzun ömür, can sağlığı, uğurlarınız bol olsun. Tələbə balalarımızı da yaddan çıxartmayaq, tələbə balalarımızı da salamlayırıq. Gözəl günlər. Şəhidlər Bulağının görülən işlərə, amin deyən insanlara hamısına bir daha təşəkkür edirik. Kəndimizin xeyriyyətçiləri də var olsun. Hər bir kəs var olsun. Bir ağac əkən də 300 ağac, 500 ağac əkən hər bir insana təşəkkür edirik. Sağ olun, gecəz xeyrə, yaxşı günlərdə görüşərik inşallah.